müxtəlif təqdimatlar edirik. Amma elə təqdimatlarımız olur ki, bunu keçirmək bizim üçün çox ağırlı olur. Çünki həqiqətən də Azərbaycanın sayılı səhifələri var, bu səhifələri biz vərəqlədikcə həyatımızda baş verən bir çox qorxulu hadisələrin bir daha şahid oluruq. Əlbəttə ki, bugün sizlərlə görüşəcəyimiz hekayə sadə bir roman deyil. Bu həqiqi qəhrəmanların yaşadığı, amma çox az danışılan bir həqiqətdir. Natiq Qasımov. Bu adı işləndə hamının ürəyində fərqli hisslər doğur. Bəziləri onu əfsanə sanır, bəziləri şübhə ilə yanaşır. Amma həqiqət odur ki, o və yoldaşları torpaqlarımızın ən müqəddəs yerində, məbəddə döyüşdülər. Orada qan tökdülər, orada şəhid oldular. Məbəd döyüşləri əsərinin müəllifi İlham Tumas bugün bizimlə bərabərdir. İlham müəllim, salamlayırıq sizi, xoş gəlmişsiniz, axşamınız xeyir olsun. Təbii ki, bu kitabın yaranma hekayəsini, araşdırma prosesini və həqiqi faktların axtarış yollarını bizə ətraflı şəkildə siz danışacaqsınız. Bu əsəri yazarkən hansı çətinliklərlə üzləşdiniz, qəhrəmanların ailələri ilə görüşdünüz və təbii ki, arxiv materiallarının öyrənməsindən söz açacaqsınız. Məbəd döyüşləri bu yalnız müharibə hekayəsi deyil. Bu məhəbbət və nifrət, sədaqət və xəyanət, qorxu və cəsarət arasında gəzən insanların əsl üstə gəlməsidir. Biz həm o döyüşçülərlə birlikdə olacağıq, həm də onların hekayəsi Kazım Köç və yazıçının yaradıcılığını təcrübəsini öyrənəcəyik. Buyurun, söz sizindir. Çox sağ olun, minnətdarım sizə. Deməli, məbəd döyüşçüləri. Məbəd döyüşçüləri kitabı, deməli, baxarsan dediğim kimi, Natiq Qasımovun döyüş romanıdır. Amma mən bu kitabı yazmağa başlayanda söz verdim ki, orada tək Natiq Qasımovun döyüş yolu olacaq. Orada həm də Natiq Qasımovun döyüşmüş, həm də 6 qardaşımızın döyüş yolu olacaq. Bu işlər mənə ilk kömək edən, kitabda da yazmışam, bizim dostumuz Səngər Felenin baş redaktörü, direktörü Arda Aşoğlu, Arda sağ olsun, mən Fatih'dan qarşıladı, sonra Fatih'dan qalxdım. Yəni, aqib bir işləm ilə əvəzsiz kömək edən. Və bu kitab, deyim ki, roman kimi, adətən deyirlər, roman 1, 2, 3 həftə 10 ilə roman yazanlar var. Bu kitabı təxminən 4 aya, 5 aya yekunlaşdırdı. Çox əziyyətlər çəkdi, dostlarımız da bilirlər. Bizim dostumuz Qulan Məhəmməd Əliyev. Mən romanı yekunlaşdırana yaxın məzmun idim ki, həmin o zirvəyə qaldım. Məbəd zirvəsində qaldım və getdim o zirvələ ziyarət edelim. Çünki o hissləri mən döyüşçü qardaşlarımızın hisslərini yaşamalıyım. Çox sağ olsun dostlar və bizim kitabın kimi kitabın məsləhətçisi Ürək Şərmoğlu sağ olsun, Ürək Şərmoğlu. Çünki o devlədə baş verən hadisələr deyil, haylaşmıyoruz. Ağır uzaqlasında döyüşür, mən sadəcə orada Ağda tərəfdə baş verən döyüşlərdən qədərsizdir. Sağ olsun, çox kömək elədi. Və mən sizə deyim ki, bu işlə hamının köməklidir. Mən gördüyüm kitablardan notları tərəfdir, Natiq Qasımov qardaşıdır. Erman qardaşımızla bərabər eləsin. Nəfəsi Rəhman işinə götür, ziyarət edir, Rəhman qardaşıdır. Rəhman dayı da mənə xeyir məlumatlar verir. Yaşar, əgər məsləhətsə sənin o görüntünü izləyək. Görüntü, sağ olsun dostlar, yığıqlar, o görüntüdə İqbal qardaşımla iştirak elədiyi görüntüdə orada dron qaldırdılar, həmin o zirvəyə çıxmağını orada çəkdilər. Üzr istəyirəm, görüntü biraz zəif ola bilər, çünki çox çətindir. Zirvəyə də zirvəyə çıxmaq. Bax, bu yol gəlir, çox çətindir yolda. Dəniz çıxır, görüşlərən, bizim qardaşlarım görüşdük, nəfəri gəldi çıxdı. Bizim əvvəldə şəsən, dostlar və yetkiləri olması üçün biz hissetdik. Biz bərəçini edildik, onu görüşmüşük. Biraz mən bu üstündəki qaldayım, baxardılar.
Diyarbakır Karadeniz içinde görüşürüz. Şuralar, şuralar kardeşler, var. O da anlaşır. Kabzeli bakımlar altında oldu. Göz aşağı üstünde. Orada aziz dostlar, Tanrı'nın izniyle ahir geldim. Mən sizin icazənizlə lütfən sözü Elman qardaşımızın, Rəhmanlı Elmanın atası Rəhman dayıya istəyirəm. Söz verəm və xahiş edirəm Rəhman dayı. Siz də gəlin bir fikrinizi bildirin. Rəhman dayı qaçaraqda kitabı hədiyyə elədi, oxudu. Qaçaraqda oxudu, bəzi yerləri. Bilirəm ki, sözünüz var Rəhman dayı. Buyurun. Esselamu Aleyküm Cemaat-ı Müslümin, hanımlar, beyler, cenablar, düğünleri bu tedbire Allah Ilhan kardeşimizden razı olsun, bizi görüştürür. Allah bütün şehitlerimize rahmet eylesin, gazilerimize can sağlığı versin. Şehit ailesinin benim danışmağım biraz çetindir ama çok bir hisselere baktım kitaba. Çok hoşum geldi, beğendim. Allah senden razı olsun. Sana böyle öğretler lazım. Hayırlı olsun inşallah. Ben ki burada. Çok sağ olun. Nilüfer bu işler